Salamlar, vaxtınız xeyir olsun əziz futbol sevərlər. U9 Respublika çempionatında daha bir maraqlı qarşıdurma Sabah və Troya komandaları qarşılaşır. Oyuncular isim hərəkətləri edərkən biz də heyətlərlə olaraq sizləri tanış edək. Sabah komandasının heyətləri belədir. Qapıda 23 Rafael Baloğlanov, digər qalkiper 1 Vaqif Müslümov, 10 Salih Abbaszadə, 9 Naim Əliyev, 19 Mətin Bayramlı, 34 Rəsul Abbasov, 18 Tunay Nağıyev, 17 Rəvan Xanəliyev, 7 Fəxri Həbibli, 8 Ülvi Abbaszadə, 15 Abdullah Bayramov, 77 Sadiq Teymurov, 30 Adəm Dadaşov, 11 Həsən Samiroğlu, 5 Emin Qasımov. Ən olaraq meydanda mübarizə aparacaq ağlı göylü formada Sabah komandası. Bənövşəkli formada isə Troya komandası. Son hazırlıq işləri görülür. Mas biraz sonra start götürəcək. Və beləliklə Hakimin də start stili səsləndirilir. Uğurlar arzu olur ki, komandaya bol qollu ədalətli gözəl bir maç deyirik. Yan xəttən Troya komandasının oyuncuları top oyuna daxil edir. Həsən Samiroğlu ötürməsi meydanı tərk edir. Out. Sağ ötürmə Emil Qasımov istiqamətində. Out. Uzun ötürmə içəri meydan sahasına başlar, uzaqlaşdırılır top. Əks-cuma çıxmağa çalışır Fəxri. Son anda blok qoyuldu zərbəyə. Güzel zərbə yeni yetirdi. Daha bir korner. Həsən Samiroğlu'nun da zərbəsinə blok qoyulur. Emil Qasımov. Uzun ötürmə gəlir. Fəxri Həbibli. Fəxri. Baxdı qapıya. Qüvvətli zərbə edilir və gol! Hesabçılar. Komandanın 7 nömrəli gol silahı tərəfindən. Fəxri Həbibli topu torlara qovuşturur. 1-0. Troya komandası topladı. Amansız təzyiq var Sabahdan. Outda qazandılar. Yox, son topu şaxı Troyadan idi.
Emin Qasımov. Zamiroğlu. Emin Qasımov. Emin biraz tez oyna. Və Salih Abbaszadedən top meydanı tərk edir. Bir qədər qalmaq qaldı. Anlar yaşandı. Troya komandasının baş məşqçisi qırmızı vərəq ilə cəzalandırılır. Meydanı tərk edir. Tez oyna. Yerine banında kaldı. Mərkəz doğru ötürmə, Zamiroğlu. Sən itirdi topu, yenidən qazanır Həsən Zamiroğlu. Salih sahasına ötürmə, Fəxri Həbibli sürətləndi sahasına atan. Həbibli, ay, çatdıra bilmədi topu özünü. Rafael Bağlanov. Bir qədər riskli hərəkətlər səhvə yol verdi və öz səhvini seyvi ilə sığortalayır. Solsuna ötürmə gəldi. Emin Qasımov əksüm əmləsi Sabah komandasına Qasımov. Qasımov keçdi bir rəqibini də ötürmə də gəlir. Zamiroğlu. Ünvana çatmadı ötürməsi bu dəfə Həsənin. Və sürüşmə öfəndini işə saldı Emin Qasımov orada. Emin. Qasımov Fəxriyə dublə yaxındı. Fəxriyə Bibli və gol. Dubl. Özlü və komandasına ikinci qoluna imza atır. Soyuqqanlı da həmişə kimi Fəxriyə Bibli. Zamiroğlu. Həsən, Fəxri. Fəxri, ötürmə gəldi. Emin Qasımov. Messi Emin. Komandasının üçüncü qoluna imza atır. Messi Emin boşuna demədi. Yəqin ki, bu qol sevinci də tanış gəldi. Dəyişikliklər həyata keçir. Sabah komandasında hər zaman kimi Rəsul Abbasov görürük 34 nömrəni, həmçinin 17 nömrə Rəvan Xanəliyev də meydana daxil olub. 15 nömrə Abdullah Bayramov meydandadır. 9 nömrəni də görürük, Naim Əliyevdir bu.